Bəli, bu günlərin demək 30 dekabr 2025-ci ildir. Xəzər rayonu İcra Hakimiyyətinin başçısına mən Vüsal Kəlbəcəri təbrik edirəm və o cümlədən də düzdür, Xəzər rayonu haqqında dəfələrlə tənqidlər çəkdim. Tənqidlər çəkməyimizə baxmayaraq icra başçısı bizi gözəl qarşıladı, bəli, və gözəl söz verdiyi sözü əməl elədi. Bu günlərimdə mən sizə o qurum sularının çəkilməsi ilə bağlı şəkilləri, videolar təqdim edirəm indi. Ona görə də oranın əhalisi adından və öz adından dərin təşəkkürümü bildirirəm. Mən Vüsal Kəlbəcəri tənqidçi jurnalist Xəzər rayonu icra başçısına və icra hakimiyyətində olan bütün müavinlərə öz adından dərin təşəkkür bildirirəm. İnanıram ki, orada olan kanalizasiya xəttinin çəkilməsidir, orada olan inşallah su xəttlərinin çəkilməsidir və yolların təmirinə də yəqin ki, diqqət göstərəcəklər və öz adımızdan dərin təşəkkür bildiririk. Xəzər rayonu icra hakimiyyətinin başçısı və bütün kollektivini yeni münasibətlərlə təbrik edirik. Dünya Azərbaycanlılarını həmrəylik münasibətlə təbrik edirik. Təşəkkürlər, minnətdaram, çox sağ olun. Mən Vüsal Kəlbəcəri tənqidçi jurnalist. Dəfələrlə Xəzər rayonu icra hakimiyyətindən əvvəllər tənqidlər çəkmişdim buranın bələdiyyəsindən, icra nümayəndəsindən. Amma o tənqidlər, o cümlədən də insanların şikayətlərindən sonra gözəl bir iş gedir. Gördüyünüz kimi 326 nömrəli məktəbin yaxınlığında demək, qurum sularının çəkilməsi üçün işlər gedir. İndi yəqin ki, başlayacaqdılar və bayrama görə. Və bunları da bayramı təbrik edirəm. Xəzər rayonu icra başçısı sizi də səmimi qəlbdən, bütün kollektivinizlə, müavinləriniz başda olmaqla hər birinizi təbrik edirəm. İşdə əziyyəti olan, fəhləsindən tutmuş, ustasından tutmuş, traktoru sürücüsünə qədər hər bir əziyyəti olana öz adımdan dərin təşəkkür bildirirəm. Vüsal Kəlbəcəri 2026-cı ildə sizə bol-bol şanslar arzulayıram. Xəzər rayonu icra hakimiyyətinin başçısı və o cümlədən orada başçı müavinləri də bizi mən gözəl tanıyırlar. Vüsal Kəlbəcəri sizə sağ ol deyirəm, dərin təşəkkürümü bildirirəm. İnşallah inanıram ki, gələn il 2026-cı ildə inşallah Xəzər rayon Binə qəsəbəsinin su xətti də çəkiləcək, kanalizasiya xətti də çəkiləcək və buna inanıram və icra başçısına güvənirik inşallah. Təşəkkürlər, minnətdaram, çox sağ olun.